Hər vaxtınız xeyir. Son günlər bu sürücülərin bu yol ayrıcına cərimələndiyini görürəm. Deməli, sürücülər qayda pozuntusu necə edir burada? Burdan gələn sürücü, bax burdan gəlib yol ayrıcına daxil olmaq istəyən sürücü, eee, gəlir bura, burdan birbaşa daxil olur ikinci zolağa. Bu da ki, əlbəttə qayda pozuntusudur. Həmi yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 7-ci hissəsini pozur. Orada deyilir ki, sürücü sağa dönərkən hərəkət hissəsində mümkün qədər sağ kənarı tutmalıdır. Yəni birinci zolağa dönməlidir bura. Bundan başqa 1.11 xəttini görürsüz burada. Ağ bütöv xətt, yanında da qırıq-qırıq xətt. Bütöv xətt tərəfdən kəsib keçir. Bu da qayda pozuntusudur. Sürücü gəlməlidir bura və bura yol verməli olduğu yeri göstərir. Xətti görürsüz. Sürücü gəldi bura. Əgər burada ümumi istifadə olunan nəqliyyat vasitəsi yoxdursa, avtobus gəlmirsə, daxil olmalıdır avtobus zolağına. Qırıq-qırıq nişanlanma xəttini görürsüz. Yəni buradan birbaşa çıxmaq heç vacib deyil də. Yəni lazımdırsa buradan çıxa bilər. Əgər bu zolaqda nəqliyyat vasitəsi yaxınlaşmırsa, elə buradan da birbaşa çıxa bilər. Əgər bu xətt uzunluğu gedirsə, deyək ki, qırıq xətt biraz uzunluqda 20 metr, 30 metr hər nəsə gedir. O xətt uzunluqda, o xətt məsafəsində bu zolaqla hərəkətini davam elətdirib, buradan gələn nəqliyyat vasitələri yoxdursa, çıxmalıdır ikinci zolağa. Yəni belə buradan birbaşa gəlib bura dönmək əlbəttə ki, qayda pozuntusudur. Dönmək olmaz belə.